Bir tərəfə baxsan elə, mənim bura Dədə-Baba yurdumdur. Bizim birinci hücumdan sonra bu, indi bizim sağ tərəfimizdə də o Qarxanbəyli meydanı, mənim orada bütün nəslimin qəbri var orada, məzarı var orada. Mənə elə gəlir ki, bu, indi jurnalist sözü olmasın, indi biz hamımız, o bayaq siz qeyd elədiniz kimi, indi Azərbaycan əskəri. Əskər üçün də bu saat nə siyasət var, nə ərzaq var, nə çətinlik var. Bir də onu bilirik ki, bu təpənin arxasında, daha doğrusu qarşımızda bir düşmən var. Başı biraz qaldırırsan, heç o salam əleykü bilməyən o güldə başını istamır. Bir də var ki, bu torpağın indi təsəvvür ki, o füzulilər ki vardı burada, indi xəbəri yoxdur bəlkə də, çoxdan çıxıb gediblər. Onlar gəlib bu təpəlikləri, bu dərəni, bu düzü görəndə ki, hamısı səngərdir buralar. Mən burada bir səngər görmüşdüm. Səngər yox, daha doğrusu bu qraf mərmisinin dağıtdığı bir torpaq yeri görmüşdüm. Bu Aşağı Abdurrahmanın üstündə. Oradan gördüm su çıxır. Demək, sonra soruşun deyirlər, bu kəhrizci kimdir? Artıq o torpağın suyu üzə çıxır. Baxırsan ki, bu da torpağın göz yaşıdır. Bunu da görəsən, o birisini də görürsən. Özün də səhər axşam da o səngərin arasında, torpağın içində eşələnə qalasan ki, heç olsa başlığı gizlətməyə bir yerin olsun. Onda elə istər-istəməz məcbur ol deyəsən ki, ay torpaq, qurban olum sana, bir başımı gizlətməyə bir çukur verir. Yazı pozu ilə məşğul ola bilirsən, vaxtın olur? Daha doğrusu onlara sadəcə yox qeyd eləməyə vaxtım olur. Məsəl üçün yanımızda Akif Əliyev kimi, məsələn, keçmiş döyüşçüdür, özü də zabitdir, gözəl kollektiv olan bir insandır, əskər var. Sonra məsələn, həkimimiz var ki, o da həkim olub, humanitar sahədə onun dəxli yoxdur, o da güllərin altında sürünə gedir, bunu görəsən. Və yaxud da ki, keçmiş müəllim olub Sarvan, indi gəlib o da bizlə birlikdə arxadır, irəlidir, öndür. Sonra bizim kombatımızı özü danışır, söhbət elədiniz, o da müəllim olub, dəxli yoxdur. Amma burada hamı bir sapığın çəkməyin içində, bir formanın altında hamımız eyni adamlarıq. Və ona görə də, o sizin dediyiniz başqa sualın cavabı kimi ki, indi heç nə yadımıza düşmür. Qabaqlar, məsələn, uşaqlar biz gedirik Cəfər bölgəsində tez-tez deyirlər ki, biz buradayıq, bəs Bakıda oturanlar, nə bilim, filan yerdə sigaret satanlar. Amma burada uşaqlar var ki, inan onların yanına heç kəs düşmür. Nə sigaret satan düşür, nə avarlanan düşür, nə ursu düşür. Birdən onu bilir ki, məsələn, mən səngərdən çəkilərəmsə, orada qalan mənim haqqda nə deyər? Məsələn, biz bu aşağı Seyd Əhmədliyə girəndə bombardımana düşdük, orada uşaqlar bir balaca özünü itirdilər. Hamımız kəllə-kəlli asfaltımız üstünə uzanmışdı, baxırdıq ki, indi bir yol tapaq oradan çıxaq. Və onda gördüm ki, bir uşaqdır, yaşda bizdən balaca bir 25-20 yaşlarında oturub qaz turbasının üstündə ağlayır. Biz də dedik ki, birdən qorxub eləyib, nə bilim, neyinib, hər halda bu döyüş vaxtı ağlamaq, çəkinmək, zat arası təsir o bilənə. Mən biraz lağla, zarafat dedim, ay nə olub, ay git, nə haydasan, o birisi dedi ki, bəs onların evi canıb. Sən də özü aşağı Seyd Əhməddənmiş. İndi bu yazıq gör, nə həvəsinə, nə vuruşuna, nə qamtərlə yaxınlaşır ki, bəlkə evi, kəndi bir salamat olur, nəysə, bu da gəlib görür. Və o oğlanı ondan sonra da biz yəni səngərdə gördük. Və o cür səngər həvəsində olan, yəni döyüş həvəsində olan, Allah rəhmət eləsin, məsələn, Nurəddin Paşayev kimi oğlu biz itirdik Papandatdan. Sonra Şahin Atakişiyev, ondan sonra Salman Sidqi, sonra axırıncı bizim şəhidimiz oldu Camal. Və ondan başqa xüsusi, nətər deyim, döyüş qabiliyyəti olan, dəfələrlə döyüş bölgəsində olmuş Fuad Kamilov. Məsələn, onun əvəzini, indi buradakiların xətrinə dəyməsin, valla elə uşaqlar var ki, 9-un yığasan bir nəfərin yerini əvəz eləmir. Çünki o moment, o şey... O aydın. Fikirləşirsən ki, döyüş gedir, yaralı əziyyət çəkir. Elə çalışırsan ki, güllə də, mərmi də, hər şey yaddan çıxır, ancaq qaçırsan ki, yaralıya bir köməyin olur, onu da vaxtında sarıyıb, vaxtında yerinə çatdıra biləsən. Burada sizdən başqa həkim var, necə gəlirlər? Həkimlər briqadada, ümumiyyətlə, qospitalda var, amma ki, batalyonlarda 2-3 həkim var, 3 batalyonda, qalanlarında yoxdur. Heç kim gəlmir, neçə nəfər də olubdur, biz bilmirəm nəfərsə gediblər. Başqa birisi söz olar. Mən Məhrəm Mahir Qıraboğlu, 90-cı ildən mən əskərlikdə qulluq eləməm Türkmənistanda. Orada eşitdim ki, Qarabağın yarı hissəsi gedib. Mən oradan çıxdım, gəldim, nə həvəslə gəlmişdim. Ondan da elə gəlmişəm, döyüşürəm. Özüm çox döyüşlərdə olmuşam. İndi də hər döyüşləri görmüşəm. Hər çətinlikdən çıxmışam. Amma mənimlə olan uşaqlardan çoxusu var idi, qaçdı getdi. İndi onlara lazımdır ki, qayıtsınlar, öz torpaqları qoyursunlar. Mənim sözüm budur. 3 qardaşım var, biri Ağdamda döyüşür, ikisini də gətiriblər bura, özüm də burada. Heç atamla anamın olduğu yeri də bilmirəm.
Heç bilmirəm haradayım. Əlaqə saxlaya bilirsiniz Ali ilə. Neçə ayda əlaqə saxlamışsınız? Başda 2 aydakı əlaqə saxlaya bilmirəm. Bizdə Döyüş başlayandan yəni görmür. sən yerdən çıxmır, ona görə də heç yerdə getmir. İndi özü də Füzuldəndir. Ona görə də yəni mən bayaq da qeyd elədim ki, burada həqiqətən də elə uşaqlar var ki, məsələn o kənd Qaradi stansiyasından olan var, sonra Arayatlıdan o Mədət Məmmədovdur, sonra o Ələsgər Hacıyevdir ki, bu Füzulinin özündəndirlər. Çox təşəkkür edirəm ki, sizə bugünkü gündə döyüş sonrasında gəlib siz çəkdiniz. Ailəmiz görəcək, anamız görəcək. Bu bizə özü də bir qayğıdır. Çox sağ olun. Böyük bir dayaq Televiziya vasitəsilə mənim ürək sözlərimi əzbər nöqtələrinə çatdırarsınız. Sağ olun. Əsgərlərinizdən razısınız? Əsgərlərimə mən razıyam, digər ki, əsgərlər məndən razı olsun. Mən Ərxad Cəhbə üzrə komandir müavini olduğuma görə bu sözləri deyirəm. Ki, əsgərlər, mən çalışaram ki, həmişə onlar bizdən razı olsun. Onların geyimləri, yemək məsələsidir. Elə olub ki, gecə işığında, ay işığında, güllərin altında, maşının üstündə, məsələn, bizim Ərxad Cəhbə əsgərləri, bir stəkan adicə su elə olub ki, məsələn, onu yaralıya çatdırmaq, əsgərə çatdırmaq özü bir çətin olsa da, amma bu şərəflidir. Mən onu imkan daxilində, elə olub yenə təkrar edirəm, güllə altında məsələn onu biz çatdırmışıq. Bizdəki kimi onlarda da raçı var, gürcü də özü də onlarda yaxşı raçıçılar var, tuturlar. Hansı ki biz onlar tutan kimi biz keçirik başqa dalğaya. Mən bu səhər gəlirəm. Hansı dildə danışırlar? Erməni dilində yoxsa rus dilində və yaxud da qeyri bir başqa dildə? Yox, çoxsu söyləyəndə həm rus dilində eləyirlər, həm də Azərbaycan dilində. Azərbaycan dilində. Bu nə məqsəd daşıyır Azərbaycan dilində eləmək? Sizcə? Sizcə biz başa düşək də. Erməni dilini mən bilmirəm axı. Yox, sizin Azərbaycan dilində danışırlar. Yəni ki, bir-birinə siviyyət saxlayanda Azərbaycan dilində danışırlar. Onlar yox, onlar bir-birləri ilə ancaq erməni dilində. Ancaq erməni dilində. Onlar çox vaxt özdəki Siviyaza girəndə danışanda bizdən deyir ki, bizi özümüz deyir, avtomatla deyir, qoyurlar burada deyir. Biz özümüz elə bir deyir, könüllü gəlirik, deyir, avtomatla bizi dirirlər ki, gəl duran burada. Dala qaydında biz özümüzü gülləliyirlər.